Weiß ich nicht, aber ich glaube, wir haben schon 4 Plätze ausgemacht. Da müssen wir so Hamburg fahren auf jeden Fall. Dann steuert manchmal auch der. Ich kann auch übersteuern. Das ist besser, Demek dostlar, burada yanğı söndürenlerin necə deyirlər, nə deyirlər ona? Bu işlərin nə cür, hansı formada görülməsi ilə bağlı yəni göstəriş kimi çalışırlar ki, yəni hansı formada yanğın olduqda bunlar insanları xilas edə bilərlər. Yəni bu belə deyək də məşqlərdir. Yəni həqiqətən də yanğın baş vermiş kimi göstərib, görün nə qədər burada yanğın söndürənlər var. Sadəcə olaraq məşq edirlər. Başqa bir şey yoxdur. Və burada da görürsünüz ki, insanları çıxardıblar. Amma yəni insanlar formasında belə şeylər düzəldiblər nasılkalarda. Güya ki, sadəcə olaraq düzəlmə şeylərdir. İnsanın özü deyil də. Güya ki, orada insana yardım göstərirlər. Yanmış insana güya ki, bunlar yardım göstərirlər. Görürsünüz. Bizdə yanğın söndürənlər yanğın olmasa heç yerlərindən çölə çıxmırlar. Baxın görürsünüz. Güya ki hansısa bir yanmış adamı xilas edirlər. Bunlar sadəcə olaraq məşqdir. Eləyirlər. Açırlar, insana güya yardım göstərirlər. Hansı formada onu oradan çıxartmaq lazımdır, necə çıxartmaq lazımdır. Bizdə Bakıda olan yanğın söndürənlər siz ancaq və ancaq hardasa yanğın xəbəri gələndə
evdən çölə çıxırsınız, şeydən olduğunuz yerdən çölə çıxa bilirsiniz. Amma burada görürsünüz bu formada hər kəsə göstərməyə çalışırlar ki, biz yanğın söndürənlər olaraq cəld, operativ şəkildə çalışa bilirik. Yəni bunlar həm göstəri olaraq, həm də dərs olaraq gənclərə bunları öyrədirlər. Yəni, bu çox yaxşı bir şeydir. Amma bizim yanğın söndürənlər isə xeyr. Hər kəs bir zıvanla alır, çiynində pagon, iri ulduz almağa çalışırsınız, yaxşı maaşlı yer axtarırsınız. Gördüyünüz iş də bəzən bir çox hallarda sıfıra bərabər olur. Bunları məktəblilərə göstərirlər, insanlara göstərirlər ki, baxın, bu adam güya ki, uşaq qurtarıb, əlində görürsünüz, apardı. Sadəcə bunlar maketlərdir. Göstəri üçün eləyirlər bunları, məşq eləyirlər və yeni gənclərə örnək olaraq göstərməyə çalışırlar ki, yanğın olduğu zaman nə etmək lazımdır. Bunlar elə bil ki, necə deyim, bir növ yəni dərs keçirlərmiş kimi, yəni praktika olsun deyə eləyirlər. Bizdə yanğın söndürənlər bu qədər maşınları cəlb eləyib bir hansısa bir hardasa bir əməliyyat keçirilməsi üçün, yəni boşuna deyək də, bu boşuna sayılır. Sadəcə olaraq öyrətmək üçün, göstərmək üçün elədikləri bir keçirdiyi bir əməliyyatdır. Amma bizimkilər bunu etməzlər. Bu qədər xərc də çəkməzlər. Bu qədər yəni əziyyət də çəkməzlər sonuçta. Göstərməzlər heç bir şeyi. Baxın, uşağa başa salır ki, bax biz bunu bu formada eləyirik. Yəni gələcəkdə marağı olan uşaqlar bu formada yanğın söndürən xidmətində çalışmaları üçün yəni həm cəlb olunur, həm də onların yəni real şəkildə onlara göstərirlər hər şeyi ki, olduğu kimi. Mən də izlədim, çox maraqlı idi həqiqətən də. Yəni bu formada, yəni bu göstəri mənim üçün də çox maraqlı oldu. Azərbaycandakılar, sizlərə də tövsiyə edirəm. Arada bir belə praktikaları, belə işləri sizlər də görün, insanlara göstərməyə çalışın. Polis maşını var, həkim maşını var, yanğın söndürən maşınları var. Hər tərəfdən, yəni normal şəkildə, yəni polno, zaqatovka, polno hazır vəziyyətdə gəliblər və hər şey göz qabağındadır, görürsünüz.